Niyet. İbn-i Qayyim rahmetullah deyir ki, əgər niyyətin Allah üçün deyilsə, onda özünü yorma. Bu ibadətdən nədən ötürü deyirsən? Əgər Allah üçün deyilsə, kimizi göstərmək üçün. Yorursan özünü, yorma özünü. Yorma. Həmçinin misal verir ki, deyir sünnəyə uyğun olmadan və ixlaslı olmadan əməl eləmək, torbanın içinə qum doldurub da səhrada gəzəni bənzəyir. Qumu doldurub torbanın içinə səhrada gəzdirir. Ayağın altında dolu qumdur. Ona o torbadan və corabdan, torbadan və qumdan nə qalır? Ancaq yorğunçuluq. Hiçbir fayda sağlamırdı. Zaten ayağın altında dolu. İxlassız edilən əməl də odur. Ona görə nə fəzilətlər gəlib çoxlu elm barəsində həmçinin əksi də gəlir. Ona təşviq edən şeylər də kifayət qədərdir. Niyyətin mühüm olması əsasdır. Kim elmi nə üçün öyrənərsə, avamların yanında fəxirlənmək, alimlərin yanında mübahisə eləmək üçün. Dünya xatirini öyrənərsən, cəhənnətin iyini belə duymaz. Və sən gör nəyi dəyişdin? Ən şərəfli olan elmi getdin dünya malı dəyişdin. Hansı ki dünya malı nədir? Dəniyyə. Dünya sümmə dünya lənnəhu dəniyyə. Dünya ona görə dünya adlanır ki, o alçaqdır deyə. Ərəb dilinin mənası da odur zaten. Aşağı bir şey deyirlər. Dünya, dənə. Aydınlığı aşağı bir şeydir. Çünki ahirət də müqayisə çox qısa bir şeydir axı. Yoxsa öyle deyil. Alimlər deyir ki, üç şeydə ahirətlə müqayisə edəndə dünyanı sən nəticəni əldə edirsən. Birinci zatında, yəni öz-özlüyündə. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem nə deyir? Cənnətdə bir qamçı qədər məsafə, nə qədər? Bir qamçı. Qamçının boyda bir şey. 40 sant, 50 sant. Bir qamçı qədər məsafə dünya və içindəkilərdən xeyirlidir. Bu zatındadır. Fərqi görürsən. Buradan görünəqin iyi torpağım var, 10 sot torpağım var və s. Bir qamçı qədər məsafə dünya və içindəkilərdən xeyirlidir. Yaxşı, gələk ləzzətlərinə. Ləzzətləri nədir? Məhv olan deyil. Bu ləzzətlər məhv olandır. Çox gedir hamısı. İstəyirsən, yanında daimi qalmır ki, səndə. Ağzında böyle bəzən hələ daha da neyini əziyyətini çəkirsən. Baxmayaraq ki, bəhbəylə yemişdin. Və bu nemətlər hamısı qutarandır. Hətta bir xalda açıb baxsan ki, soyucu nəsə qalıb. Qutarır axı. Amma oranın nemətləri daimidir. Bu da nemətlərin fərqidir. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Rəbbiniz belə buyurdu. Deməli, hədis nə hədisdir? Qudsi hədisdir. A'tədtu ibadi. Qullarım üçün hazırlamışam. Nələr? Gözlərin görmədiyi, qulaqların eşitmədiyi, gözlərin görmədiyi. Bənzərini görmüsən, nara oxşuyuram, bunlardan deyil. Qulaqların eşitmədiyi. Sən işləmə inanmırsan ona. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, cənnətdən bir üzüm göstərdilər. Onu dərsəydim, sizə versəydim, dünya durduqca yiyərdiniz. Narıqca, dünya dayandıqca. Nə qədər dünya var, o da yediniz. Nə fasıl üzümdüyünüz ola bilər. Müqayisə eləyənməzsən. Aləmlər fərqlidir. Yəni nə deməkdir? Bu o aləm başqa aləmdir, bu aləm başqa aləm. Bu da əsas nöqtədir ha. Yəni bəzi müsəlmanlarda bu problemdir. Qardaş, ana bətinin aləmi başqa aləmdir. Onunla bura müqayisə olunmaz. Bu dünyanın aləmi başqa aləmdir. Qəbrin aləmi də başqa aləmdir. Axirətin aləmi də başqa aləmdir. Aydın onlarla bu müqayisə olunmaz. Yəni açırlar görürlər qəbri, ha. Nəsə olubdu deyirlər, ayağını bir əzab çəkir. Açırlar görürlər, yoxsa o nəsə olmuşdu ki, bunun ayağını əzab çəkmir. Yox qardaş, onun əzab çəkməsi sən elə görünməzsən qəbir açanda. O başqa bir aləmdir. Bu isə başqa bir aləmdir. Ona görə aləmlər fərqlidir. Yəni ana bətni tamamilə başqadır. Ana bətnində gəlib sadəcə deyirlər ki, çölə çıxacaqsan belə. Maşınlar, evlər və s. Kendindən aşırı kimi. Mən burada qaranlıqda heç nə görmürəm. İnanmaz, düzdürmü? Bu aləm tamamilə başqa aləmdir. Bərzəx tamamilə başqa aləmdir. Ahirət o da tamamilə başqa aləm. Yəni bunlar hamısı bir-birindən fərqlidir. Onu fərqləndirmək lazımdır. Zatında və nəyində? Ləzzətlərində, üçüncüsü zamanında. Nəyində? Zamanında. Dünya neçə il yararır? Allah bilir neçə milyon. Neçə il ömrün olacaq? 60, 70, 80 il. Onunla müqayisədə nədir ki, sən yaşadığın ömür? 2 milyon il dünyanın ömrü varsa, sənin ömründə çox az bir şeydir. Sənin ömründən də nə qədəsi gedib çox az bir şey qalır. Aydındır. Yəni insan neçə il yaşasa, 60 il yaşasa, gündə 8 saatdan şeyx, neçədə biri yatmaq olur? 3'te biri. 60 il neçə il yatmış olsa? 20 ilini. Sən
Yaxşı, neçə il uşaqlığa düşür? Bir 10 ili. Nə qaldı? 30-ca. Yəni çox az bir miqdar. Onu da Allah bilir necəsini Allah sərf eləmisən. Nəyini namazdan keçir, nəyini TikTokdan keçir, nəyini internetdən keçir, nəyini futboldan keçir və s. Aydın ondakı özün hamıdan yaxşı bilirsən. Heç bununla bu müqayisə olunar. Oranın bir günü buranın nə qədərinə bərabər? Axirdən bir günü buranın 50 min il. Neçə il? 50 min. 50 min, 60 il ömür ara 50 min lara. Bir günü belə. Ona görə deyir ki, dünya nədir? Çox az bir şeydir. Bu azı da yaxşı dəyərləndirmək lazımdır.